Bəlkə də bu postera baxıb düşünürsüz. Satış və kommersiya eksperti yol ayrıcında özünü tapmaqdan nə danışa bilər ki? Satışdan çox əvvəl mən Bakıda orta gəlirli həkim ailəsində böyüyən bir uşaq idim. Açığını deyim, 18-20 yaşıma qədər həyatımla bağlı qərarların çoxunu özüm verməmişəm. Məktəbdən ixtisasa, gələcək yolumla bağlı qərarların 90%-i valideynlərimin tərəfindən verilib. Sanki avtopilot rejimindəydim. Hərəkətdə idim, amma sükanı mən tutmurdum. Bu his mənimlə ilk yol ayrıcıma qədər davam etdi. Hamımız həyatda yol ayrıcılar ilə üz-üzə gəlirik. Xəritədə bu sadəcə iki yolun ayrıldığı nöqtə, həyatda isə karyeranı, münasibətini, kimliyini dəyişə biləcək bir məqamdır. Seçdiyin yol kim olduğundan kim ola biləcəyin arasında keçid rolunu oynaya bilər və o seçim anı insanda çox vaxt qeyri-müəyyənlik və narahatlıq hissi oyadır. Mənim də həyatda çox yol ayrıcılarım olub. Tələbə vaxtı qoşulduğum müsabiqələrdən başlayaraq iş dünyasında tutduğum liderlik rollarına, sabitliyi buraxıb naməluma addım atmaq qərarına qədər. Düzü, hər biri qorxulu görünürdü. Amma hər bir addım bugün qarşınızda dayanan səkinəni formalaşdırmağa kömək edib. Sizlərlə həyatımda qarşılaşdığım ən önəmli yol ayrıcıları bölüşmək istəyirəm. Ümid edirəm ki, dinləyərkən siz də öz yol ayrıcılarınızı xatırlayacaqsınız və ya o anda nə etməli olduğunuzu hiss edəcəksiniz. Həyat yoluma baxsaq, onu 3 yerə bölərdim. Əvvəl mənim yerimə qərar verilən dövr, sonra 6-cı hissimlə irəlilədiyim zaman və şuurlu qərarların nəticəsində məsuliyyətini öz üzərimə götürdüyüm dövr. Gəlin, birinci hissədən başlayaq. Uşaqlıqdan həyat xəritəmi başqaları çəkirdi. Rus dilli ailədə böyümüşdüm. 6 yaşa qədər demək olar ki, Azərbaycanca danışa bilmirdim. Valideynlərimin qərarı ilə təhsil yolumu Azərbaycan bölməsində başladı. Evdə bir dil, məktəbdə başqa bir dil. Beynimdə 2 dil toqquşurdu. Sonrakı illərdə də bu dil yol ayrıcıları məni izləməyə davam etdi. Məktəbdə Azərbaycanca, dostlarla Rusca, universitetdə ingiliscə. Beynimdə sanki daima Google Translate işləyirdi. Mən heç vaxt özümü tək bir dilə aid edə bilmədim. Amma hər bir dildə öz parçalarımı tapdım. Məhz bu parçalanmışlıq mənim kimliyimi formalaşdıran ən təsirli başlanğıclardan biri oldu. Sonra peşə yolum gəlirdi. Həkimlər ailəsində böyüyüb, onların necə çətin şərtlərdə işlədiklərini, maddi sıxıntılarla mübarizə apardıqlarını görürdüm. İçimdə heç bir səs biznesi seç demirdi. Lakin düşüncəsiz şəkildə ora yönəlirdim. Valideynlərimin həyat yolunda da uğuru məhz bu yoldan keçirdi. Düşünürəm, mənimlə razılaşarsınız. Bizim cəmiyyətdə seçim etmək heç də asan deyil. Azərbaycanda fikirlərimizi çox vaxt ailə, qohumlar, başqalarının fikri verir. Biz itaəti öyrənirik, amma seçim etməyi öyrənmirik. Ona görə də yol ayrıcı gələndə çaşırıq. Digərlərinin təsiri altında edilən seçimlərin isə belə bir xüsusiyyəti var. Çöldən hər şey düzgün görsənir, amma içində bir boşluq olur. Hər kəs doğru yoldadır deyir, sən isə soruşursan, bəs mənim yolum hanı? Bundan sonraki həyat mərhələmdə mən 6-cı hissimin və ürəyimin səsini daha bərk eşidirdim. Ürəyimin səsinə qulaq asdığım ən böyük qərarlardan biri də evlilik olub. Yəqin ki, bəziləriniz bu vəziyyətlə üzləşib. Qabağıma yol ayrıcı çıxmışdı. Bir yol hamının tanıdığı idi. Dərhal uşaq etmək, hər kəsin ritminə uyğunlaşmaq idi. Digər yol daha səssiz idi. Əvvəlcə ailə münasibətini sınamaq,
çətinlikləri də, uğurları da bir görmək, sonra ailəni böyütmək idi. Təzyiqlərə baxmayaraq mən ikinci yolu seçdim. Bu, uşaq təxirə salmaq seçimi deyildi. Əvvəl ailə təməlini qurmaq qərarı idi. Ürəyimlə etdiyim və 7 ildir yaşadığım bir seçim idi. Mən eyni dövrlərdə karyeramla bağlı da ürəyimin səsinə qulaq asmış oldum. Mən Procter & Gamble şirkətində işləməyə başlamamışdan əvvəl həyatda heç bir real kəsişmə nöqtəm yox idi. Universitetdə Azərbaycan Business Case müsabiqəsi ilə PNG-nin adını ilk dəfə eşidirəm və içimdə belə bir səs oyanır. Nə olursa olsun, mən burada işləməliyəm. Paralel olaraq, atam məni audita yönləndirmək istəyirdi. Müəllimlərdən gələn rəylərə, texniki bacarıqlarıma və ətrafdakıların bu sahə ilə bağlı şərhlərinə əsaslanırdı. Cəsarət toplayıb atamla oturdum. Seçimim PNG-dir, satışı sınamaq istəyirəm deyə izah etdim. Bu, atamla ciddi üz-üzə gəlişim idi. Öz tərəfimi saxladığım və qazandığım ilk kiçik qələbə anına çevrildi. 6-cı hissimlə irəlilədiyim bu dövrdə mən öyrəndim ki, ürəyinin dediyini dinləmək sadəcə daxili pıçıltıya qulaq asmaq deyil. Bəzən ən yaxınlarının gözləntisinə qarşı sakit, amma möhkəm durmaq deməkdir. Bundan sonra mənim üçün şuurlu qərarlar dövrü gəldi. Artıq nə valideynlərimin səsi kifayət edirdi, nə də ürəyimin pıçıltısı. Qərarlarımın nəticəsini özüm daşımalıydım. Elə həmin zamanda Covid dünyanı vurdu. Hər kəs yeni reallıqla üzləşmişdi. Mənim üçün bu reallıq avtopilot rejiminin dayanması idi. Birdən-birə vaxtım artmışdı. Amma bu vaxt xoş vaxt deyildi. Özümlə üz-üzə qalmışdım. Mən kiməm? Mən həqiqətən nə istəyirəm? Sualları qarşıma çıxırdı və mən çaşmışdım. Baş verənləri, pandemiyanı, məhdudiyyətləri, mübarizə aparılacaq xarici maneə görmək əvəzinə daxilimi daha yaxşı anlamaq üçün bir fürsət olaraq gördüm. Özümü kəşf etmək üçün dərinliyə getməyə başladım. Homo sapiens, The Art of Loving kimi kitablar oxuyurdum. Onlar mənə özümə doğru sualları verməyə kömək edirdi. Nəticədə həyata yeni perspektivdən baxmağı öyrəndim. Elə bu dövrdə işimlə paralel magistratura oxumağa da qərar verdim. Halbuki işim yetəri qədər ağır idi. Kağız üzərində hər şey gözəl görünürdü. Həm karyera, həm magistratura, həm ailə. Realda isə həddindən artıq yükləndiyimi gördüm. Onda mən anladım ki, yol başlanğıcında bəli demək sadəcə yolun başıymış. Ən böyük çətinlik sənin verdiyin cavabdan sonra başlayır. Yol ayrıcının bir qiyməti var və o qiyməti ödəməyə hazır deyilsənsə, yol səni yarıda buraxır. Biraz sonra sahibkarlığa da cəhd etdim. Moda sahəsinə sərmayə qoydum. İlk günlər həyəcan böyüdü. Yeni planlar, böyük gələcək. Sadəcə nəticə düşündüyüm kimi olmadı. Bir çoxları buna uğursuzluq deyərdi, mən isə təhsil haqqı adlandırdım. Çünki başa düşürdüm ki, bəzi dərsləri yalnız real həyatda pulunu, vaxtını, enerjini itirərək öyrənə bilərəm. Şuurlu qərarlar nəticəsində özümə etdiyim bütün bu investisiyalar PNG-dəki işimdə də əks olunmuşdu. Mənim bacarıqlarım genişlənmişdi və mən nəticədə karyeramda yüksəliş gördüm. Mərkəzi Asiya üzrə satış direktoru vəzifəsinə təyin olundum. 1 ildən artıq bu vəzifədə çalışdım, uğurluydum. Yaxşı nəticələr özünü rəqəmdə göstərirdi. Lakin içimdə bir sual hələ də səslənirdi. Mən həqiqətən istədiyim yol ilə gedirəmmi? Paralel olaraq
ailəmizdə ailəni böyütmək planı ön plana keçmişdi. Bədənimdə körpəmizin ilk ürək döyüntüləri başlamışdı. Elə bu zamanda mənim həyatımın yəqin ki, ən önəmli yol ayrıcısı çıxdı. Şirkətlə qarşılıqlı anlaşma çərçivəsində ayrılmaq fürsəti yarandı. Qarşıma 2 yol açılmışdı. Biri, qurduğum karyera ritmində həyata davam etmək və ya ailəni seçmək və mənə daha yaxın olan həyata bir şans vermək. Seçim əlbəttə ki, asan deyildi. Amma ən böyük sınağım da məhz burada gəldi. Karyeramın zirvəsində, LinkedIn-də hər şeyin mükəmməl görsəndiyi anda ən çətin qərarı verdim. Çıxıb getmək. Mən anlayırdım ki, zirvədə olmaq başqaları üçün uğur ola bilər. Mən isə artıq pul, titul, status deyil, özümə yaxın olan həyatı yaşamaq istəyirdim. Şuurlu dövrlər mənə öyrətdi ki, həqiqəti seçmədikcə zirvələr rahatlıq gətirmir. Həqiqəti seçdikdə isə ən çətin anda belə sən içində güc tapırsan. Bütün bu yol ayrıcılarında yaşadığım təcrübələr mənə müəyyən dərslər öyrətdi. Və mən sizlərlə öyrəndiyim 3 dərsi bölüşmək istəyirəm. Birinci dərs, çətin anı tək getmə. Yol ayrıcında ən böyük səhv onu tək başına keçməyə çalışmaqdır. Mən öyrəndim ki, insanın yanında həqiqətini sevən 2-3 nəfər olmalıdır. O insanlar ki, sənin imicinə deyil, həqiqi halına dəyər verir. İkinci dərs, daxili kompası dinlə. Çox vaxt biz başqalarının dediyinə qulaq asırıq. Ailənin, qohumların, dostların, hətta sosial medianın. Amma yol ayrıcında əsas sual budur. Əgər heç kəs alqışlamasa və ya tənqid etməsə, sən hansı yolu seçərdin? Cavab çox vaxt sənin bədənindədir. Əgər ürəyin rahatlayırsa, deməli sən öz yolundasan. Üçüncü dərs, təcrübə et, mükəmməllik axtarma. Biz çox vaxt hər şeyin zəmanətlə olmasını istəyirik. Amma yol ayrıcında zəmanət olmur. Mən öyrəndim ki, kiçik addımlarla sınamaq kifayətdir. Bəzən bu addımlar işləyir, bəzən isə sənin təhsil haqqına çevrilir. Amma hər halda sən irəliləyirsən. Mənim bugünkü yol ayrıcım isə budur. Mən korporativ karyeramın zirvəsində işdən ayrıldım. Ailəni seçdim, indi isə ana olmağa hazırlaşıram. Şübhələrim əlbəttə ki var. Amma bu dəfə yol ayrıcına qorxusuz çıxıram. Çünki qazandığım təcrübə, qoruduğum dəyərlər və içindəki kompas mənimlədir. Bir vaxtlar fotoşəkildə gözəl görünən həyatın arxasınca qaçırdım. İndi isə heç kəs baxmasa belə özümə yaxın həyat qurduğuma inanıram. Son olaraq sizə bir dəvətim var. Təxirə saldığınız o qərarı düşünün. Əgər onun səsi danışsaydı, indi sizə nə deyərdi? Yol ayrıcılar gələcək. Onlardan qorxmayın. Çünki hər bir narahatlıq əslində sizi öz yolunuza çağıran bir işıqdır. Təşəkkürlər.